qadın xanım olduğunu unutmamalıdır. Danışıqlarına, rəftarlarına, sözlərinə fikir verməlidir. Kişilər də kişilərlə ünsiyyət qurduğu kimi xanımlarla ünsiyyət qurmamalıdır. Biz dostuq. Bu, məsələn, kişi ilə dostluq elə necə rəftar eləyə, başlayaq xanımla da dostluq bu cürünə rəftar eləyə. Xanım deyəm, ona qardaş kimi baxıram, ilahi hədləri aşağı. Din gəlir, neynir, çərçivəyə salır. Demirəm, biri digərindən, belə deyək də, işçidilərsə birlikdə daha kobud rəftar eləsinlər, bir kobud danışsın, qaba rəftar olunsun, bundan söhbət getmir. Bunu demir ki, məsələn, xanım kişiyə qarşı kobud olsun, kişi xanıma qarşı kobud olsun. Bu bənzir, yəni ya 0 ya 100, yox, orta bir yol, Allah dediyi bir yol. Allah dediyi bir yol. Xanımın əzəməti itməsin, kişi də neynəməsin, hədləri aşmasın. Birlikdə çiyin-çiyinə işləyə bilərlərmi? İslam deyir, bəli. Xanım, məsələn, dərs deyə bilərmi? İş görə bilərmi? Bəli. Bunlar olar. Hər hansı işlə bağlı bir digərlə danışa bilərmi? Bəli, danışa bilərlər. Və s. İctimai xidmət olar. Amma da orada hədlər qorunmalıdır.